Mən bir ata olaraq səndən heç bir şey gizlədə bilmərəm. Qapıma kimi gəlmisənsə, hər şey olduğu kimi deməliyəm sənə. Bilirsən, mənim qızım Turanə anadan gəlmən gəldidir. Başqa qızlar kimi deyil, eşitmir. Sənsə maşallah olsun, yaraşıqlı, boylu buxunlu olansan. Sənə ömrü boyu bir kəlmə də belə xoş söz deyə bilməyəcək. Yenə də özün düşün. O düz deyirdi ola. Model kimi olmalısan. Şəhərdə hansı qıza söz atsan sənə can deyər. Qız qəşəydi, ona sözüm yoxdur. Amma sənə eyfim gəlir. Özbə yazılın gəlsin. Neysə, nə əlin gəldi qızı? Düz deyirsən Orxan əmi. Turanə ömrüm boyu mənə bir kəlmə də xoş söz deməyə bilər. O heç. Amma mən bu həyatda dili bülbül kimi ötüb, qəlbi kar, vicdanı kör olan yüzlərlə sağlam adam görmüşəm. İnsanlar bir-birinin üzünə ən şirin yalanlar danışıb, arxadan ən ağır zərbəni vururlar. Onun o səssizliyi bu dünyanın bütün şirin yalanlarından daha dürüst və daha təmizdir. Mən onun eşitməyən qulaqlarına, danışa bilməyən dilinə yox, mənə heç vaxt yalan danışmayacaq o gözlərinə vurulmuşam. Qoy mənə heç deməsin, eybi yox. Mən onun bu səssizliyini dünyanın bütün səs günə dəyişməyə hazıram. Qərarım da qətidir. Mən sənə qız vermirəm. Mən sənə bu dünyada yeganə əmanətimi, canımı, ürəyimi verirəm. Mən bu yaşımda, bu qapıda ilk dəfə bir adamda adamlıq gördüm. Bu da sənsən. Evinə xoş gəldin oğlum. Qızım halalındır.